Hər birinizi salamlayıram dostlar. Kanalımıza və videomuza xoş gəlmisiniz. Salak mısınız oğlum siz? Hər birinizi salamlayıram dostlar. Kanalımıza və videomuza xoş gəlmisiniz. Xoş izləmələr. Nə danışıram? A few moments later. Videoya girişi öyrənə bilmədim də mən. Öyrənə bilmədim. Yeter lan yeter! Hər birinizi salamlayıram dostlar. Kanalımıza və videomuza xoş gəlmisiniz. Başlıqdan da gördüyünüz kimi bugün nəysə giriş falan lazım deyil. Deməli, səhər-səhər TikTokda gəzinirdim. Qarşıma çıxdı ki, cəmaət Nokia telefonunda PUBG oynayır, biri nə bilim Free Fire oynayır. TikToka baxır, biri Nokia'da. Yəni knopkalı telefonda da düzməli. Əvvəllər babalarımız işlədən telefonda var idi ondan. Dedim ki, buna reaksiya çəkəcəm. Əslində bilirəm tema nədir orada. Yəni qurmadı da Nokia'da PUBG falan oynamaq olmur, heç cür mümkün deyil. Videonu elə montaj eləyiblər ki, göyəndə telefonda oynanır. Siz kanalımıza abunə olursunuz. Düz saat 7-yə işləyib artıq. Belə baxdım, güya saat vardı orada. Palətləmin. Allah oruç tutanların da orucunu qəbul etsin. Dedim, bir dənə video çəkim, partlayış eləyim də. Yəni mənim üçün zaman, yer fərq eləmir. Hər an yerimi dəyişə bilərəm. Çətinliyi məni dayandıra bilməz. Lap bu da belə çətinlik deyil, amma ki, səhər-səhər o da həvəsliyəm ki, səhər-səhər video çəkirəm. 2 dağı tutdum girişi. Nəysə, keçdik videolara. Pox kimi, bomba kimi bir video olacaq. Like atın, abunə olun indidən. Nokia'da TikTok'a baxır. O həqiqətən TikTok'a girdi ya, TikTok proqramı var idi. Yaxşı, açım elə bir TikTok'u bu. İnternet yoxdur deyir, mən TikTok'u Nokia'da giyirəm. Baba tərcümə elədim axı. Bu TikTok'u mənə necə yükləyib bu? Bu arada TikTok falan deyil. Video çox güclü bir montaj olunub. Biz elə bildik də sadəcə. Nokia'da TikTok'a baxlası şeydir. Nokia'da zəng eləmək güclə olur. Qaldı TikTok'a baxmaq. Başıma falan fikir verməyin. Başdı da. Senin kafanı... Qardaşım, Nokia'da Free Fire oynanası şeydir. Bu arada baxın, diqqətlə baxın. Video telefonun o Nokia'nın ekranına yerləşdirilib. Necə izah edeyim? Yığcam eləyirlər videonu, Free Fire videosunu. Bu oynayır. Nokia'da oynayır. Yerləşdirir ekranına bomba kimi. Aldadır da cəmaatı. Senin kafanı... Trampa, o sea, estoy abriendo free. Qardaş nəsə deyir. Burası ki, dediyi şey mənim vecimə deyil. Desen o, onda saçımı düzəldim. Necə olur bu? Yerləşdirmə deyə qardaş bu. Heç vaxt. Düzdür, biraz inanmağım gəlir. İlk səfər bax bu video çox görünür də, real görünür. İnanmamaq mümkün deyil. Sən məni aldada bilməzsən. Qoyaram şapalaq qulağı dibinə. Gəl Free Fire oynayır bu. Çıx söylə. Burada nə deyir? Tərcümə eləyəcəm amma 1 saniyəyə. Free Play Nokia. Free Fire'da Nokia oynayır. Nokia'da Free Fire oynayır. Nəsə kod yığır. Burada nəsə pox var. Bu kodu mən Nokia'ya yığıram, açılmır qardaş. İnanırdım da əvvəllər mən də yəni. Oyda. Qardaş, duxun varsa, telefonda hərəkət elətdir. Bir o oyun telefonda hərəkət edəcəkmi? Sən də qoyaram şapalaq qulağı dibinə ya. Bu Nokia'lar, da qossındıran deyirlər bizim dövrdə buna. Elə danışdım ki, bir köhnələrdən zadan. Qardaş, nəsə pox idi, orada bir dənə kod yazdı, nətə gəldi. Estağfurullah. Yəni də belə danışmağımın səbəbi odur ki, bizi aldadırlar. Niyə görə eləsinlər ki? Yalan borcu falan var bizə. Bu da həqiqətən PUBG-yə girdi, çıxdı. Aynen. Neçə FPS verir, qardaş, soruşmaq ayıb olmaz. PUBG oynayırlar indi. Keçdikləri PUBG-yana daha doğrusu. Qardaş, babat FPS verir, 120 falan. Bu Nokia telefonla əcaib görünür. Qorxulu görünür çox. Açıq aydın görürük ki, qardaş, video telefonun ekranına yerləşdirilib. Buna inananlar var görəsən. Keçən mən inanırdım amma. Bu nədir? Kod yığır. Türkdür bunu paylaşan. Orta tuşa sıxıb bekliyoruz. Oyun açılıyor. Bobat FPS verir. Nədənsə. Qardaş, Redmi-dən yaxşı FPS verəcək Nokia, knopkalı özü də. Nə bilim, PUBG falan oynamamışam, bilmirəm qardaş.
Bundan sonra Nokia alıb davam eləyəcəm də yəni. O keyfiyyətə falan bax sən. Vur qaqaş. Qaçdı. Can az. Halal da Nokia'da belə oyunçu 2 səfər görürəm. Bunlar baş xarab olur valla. Senin kafanı. Bu nə videolardır? Qalıblar nə video çəksinlər. İnanmayın da yəni. İnananlar varsa inanmaz. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, bu videoya like atıb kanalımıza abunə olursunuz. Bu videoya 100 like gəlsə, biləcəm ki bu videoya 100 like gəlib. Ne kadar komik. Nəysə, zarafatı qoya bir qırağa. Dedim də mən 100 like gələcək. Yəni ki, siz eləyəcəksiniz, siz bacaracaqsınız. Buraya qədər baxanlara sizə təşəkkür edirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərim var. Çox böyük kütləmə olmasa da vardı yəni, az da olsa. Hər videom yəni 100-dən yuxarı insan izləyir. 100 nəfərdən çox insan izləyir, belə deyim. Gəlin videolarda görüşmək üçün deyirəm. Sağ olun, sevilirsiniz.